Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Əbu-Dabidə keçirilən kickboksingin Vako versiyası üzrə dünya çempionatında 2 qızıl medal qazanıb. Master Class kateqoriyasında 63 kiloqram çəki dərəcəsində kickboksingin light contact və kick light növlərində çıxış edən Məmmədov hər iki versiya üzrə qızıl medal qazanıb. Light Contact növündə Böyük Britaniyadan Sing Gurmari, Portuqaliyadan Cortes Emanuel, İtaliyadan Simone Callegero, Kick Light növündə isə İsveçdən Alvarsson Ola, Kanadadan Galant Benjamin. İtaliyanı bu növdə də təmsil edən Simone Callegero üzərində qalib gəlib. Beləliklə idmançı ümumilikdə Vako üzrə 10-cu dəfə dünya çempionu olub. Abu-Dabi'də keçirilən dünya çempionatda mən 6 döyüş keçirtdim. Bütün döyüşlər ağır idi. Yeganə idmançıyam. Master kateqoriyasında 2 qızıl medal qazandım. Artıq 10 ildən çox mən birinci yerdə gedirəm. 12 kilo çəki saldım bu yarışda. Gələn il Avropa çempionatına döyüşəcəm. 2 ildən sonra dünya çempionatda mütləq qatılacağam yarışa. Ona görə ki, mən bu yarışlardan zövq alıram və bir məqsədlə qatılıram ki, burada başqa ölkədə bayrağımızı dalğalandıraq